Salam Mələşim, Ağdam cəmaatı. Demək, Sarzalı kənd qəbirstanlığındayıq inşallah. Qəbirlər yavaş-yavaş tanınır. Şəkillər tanınan qəbirlərin üzərində bərpa olunur. İnşallah ki, yavaş-yavaş digərləri də tapılıb, yiyələr tərəfindən şəkillər bastırılıb, sonra da təmirinə Allah qoysa başlayacağıq. Biz də Ağdam Qaid İctimai Birliyi olaraq ilk köç Ağdam torpağına Sarzalı kəndi olduğu üçün Allahımıza şükür elədik və qurbanları gətirdik burada. Cəmaatın iştirakı ilə bir yerdə qurban kəsdik ki, şükür Allaha ilk köçümüz, ilk qayıdışımız oldu. Bizim də birliyin adında qayıdış sözü olduğu üçün, Ağdam Qaid İctimai Birliyi olduğu üçün gəldik burada qurbanımızı kəsdik, cəmaatla görüşdük, indi də gəldik. Həm burada 4 şəhidimiz var, onu ziyarət elədik, həm də ki, ümumi qəbirstanlıq əhlini ziyarət elədik. Bu günə şükür olsun, Sarzalı kəndinin sağ əli belə deyək, digər kəndlərə və Ağdam şəhəri bizə nəsib olsun inşallah. Bu Sədəbaba adəti ilə elimizdə, obamızda həmişə belə şey olur. Kimsə ev alanda bir yaxını, doğması onun ev gördüsünə gəlir. Biz də bugün sizin ev gördüğünüzə gəlmişik, Sədəbaba adəti ilə. Bizim 30 il boyunca əziyyətlərimiz çox olub. Sözümüz də çox danışıblar, qaramıza da danışıblar, düzün deyən olub, bilənlər düz danışıb, bilməyənlər ağlına gələni danışıb, amma Ağdam qəhrəmanlar yurdudur, şəhidlər yurdudur. İndi bu işin təşkilatçılığını eləyən Ağdama Qaid İctimai Birliyinin sədri Azər Həkim və Hacı Namiqdir. Əziz yerlilərimiz, əziz cəmaatımız. Əvvəla hamımıza gözümüz aydın olsun deyə. Birinci Ağdama Qaid Birliyi Ağdam adından o qurbanları kəsin. Allah o qurbanları qəbul eləsin. Amin. Orada əməyi olan bütün qardaşlara hamısına öz minnətdarımı bildirirəm və sizə də evinizdən Allah çoxlu xeyir versin. Birinci toyumuzu da müftə aparacaq. Dəfələrlə milli qəhrəmanlıq adından imtina eləyən unudulmaz komandirimiz Asif Məhərrəmovun ölümündən sonra milli qəhrəman adı verilən Asif Məhərrəmovun qardaşı Hacı Ədalət qardaşımız adındadır. Onlarla o da sizi təbrik edir. Sağ olun. Mən də sizləri təbrik edirəm qardaş. Burada təbrik edənlər çoxdur. Hamının ürəyi istəyir bu kəndin cəmaatı. Mən bu kəsdə bir onlarla toyda olmuşam. Rəhimgildə olmuşam. Firdungildə olmuşam. Onlarda toylarda olmuşam. Sirqavgildə toyda olmuşam. Dadıgildə olmuşam. Bu kəndin bizim şəhidimiz var. Nail idi, Mürvət idi. Rəhmətli Siyavuş idi. Bir yerdə olmuşum. Allah təala bir də deyir ki, birinci ilk milli qəhrəman, gələ birinci nəvin kişi, birinci kim? Amma birinci Ağdamın elə qismət oldu, Sarzalı oldu. Yəni əqlarınız düşərli olsun. Evləriniz nurlu olsun. Ağdamlı olmaq, Ağdamın pasportunu gəzdirmək şəxsiyyət deməkdir. Kimsə onu saxladı, bayaqları Mehman qardaşım dedi. İndi doktor da çox bayaqlar çıxışında onu bir işarə elədi. Yəni, mən həmişə qürur duymuşam ki, Ağdamlıyam. Ağdamlı olmaq şərəfli, əqidəli, namuslu, qiriyyətli, pul qazanan, nəmrim qonaqpərvər. Bu Ağdamın simvolu bunlar. Mən də Sarzalı cəmaatını təbrik edirəm. Şükür Allah'ın bu gündən. Hamımız sevinirik. Allah o bir kəndlərimizi də, şəhərin özünü də qismət eləsin. Amin. İnşallah Allah mənə də bir ev qismət eləsin. Gözəl, qəşəkdir. Ben de çok sevinirim. Həddindən artıq. Heç gözümə də inana bilmirəm. Elhamdülillah. Bu Allah'ın qüvvəsiyle oldu, Allah'ın cəzasıyla oldu. Şanlı, qəhrəman oğlanlarımızın əməyi ilə oldu.
Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin. Allah bax bu analarımıza, bacılarımıza can sağlığı versin, qardaşlarımıza. Sizi təbrik edirəm ürəkdən. Bir şəhid atası kimi, şəhid qardaş kimi, bir qazi kimi. Şükür Allaha. Bağlarımızın, qardaşlarımızın, qazilərimizin, şəhidlərimizin əməyi hədər getmədi. Sahib müəllim Ağdamın Mahrızlı məktəbində döyüş şöhrət muzeyi yaradıb. Orada bir Rahib Məmmədov yox, bütün şəhidlərimizin orada xatirələri var. Şəhidlərimizin əbədiləşdirilməsi yolunda böyük işlər görür. Geri qayıdan, yeni öz evlərinə qayıdan hər bir sazzalı təbrik edirəm. Azər Həkim eşidəndə ki, Ağdam qayıdış ictimai qurulumu bura gəlir, qurban gətirir. Mən sevə-sevə bura gəldim. Artıq o torpaqlar bizimdir. Öz evinizdəsiniz, öz elinizdəsiniz, yaşayın, yaradın. Bizlər də sizlərlə. Allah canınızı sağ eləsin. Bunu Azərbaycan miqyasında Sumqayıt Namiq kimi tanıyır. Amma bu Sumqayıtlı deyil, Ağdamın özündəndir. Hacı Namiq. Bax, bugünkü bu işin təşkilatçılığını da eləyən bu qardaşımızdır. Bunun ideyasıdır ki, ilk köçən sakinlərimizi gedək, təbrik eləyək, yerində qurbanlar verək. Evində təbrik edir, evində. Bitir. Təbrik edirəm, xoş gəldinizə. Yəni, ən sevinçli günlərimizdir. Haycan.